İlham kardeşim başta olmak üzere Can Azerbaycan halkına samimi, özellikle de samimi misafirperverlikleri için Laçinli kardeşlerime tekrar teşekkürlerimi ifade ediyorum. Sizleri bir kez daha en kalbi duygularımla selamlıyor. 28 Mayıs Müstakillik gününüzü tekrar tebrik ediyorum. Mevla yolumuzu, bahtımızı açık etsin. Rabbim kardeşliğimizi daim, birliğimizi baki eylesin. Kalın sağlıcakla. Birgə hərbi təlimlər və hərbi texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Biz həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə, habelə D8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Həmçinin